Öz zəhmətini Adam istəyirəm. kasıb olanda nə olar? Bax, o da fəhlə işləyirdi. Çox acınacaqlı vəziyyəti, çox pis idi. Hə, gəldi maşallah verilişdə, özünü göstərdi. Gəl, indi baxın bəy balası kimi, geyim, keçim. Belə qəşəng, xalq onu elə dolandırır. Xalq onu, amma ki, nəsə bir problem çıxıb Fərhad. Bir qız gəlibdir, deyir ki, şeydir, mənim deyir, həyat yoldaşımdır. Nə deyirdi Ay Kamran o qız? Xanım gəlsin. Deyir, uşağı qoyub çıxıb gedibdir. Salam, hər vaxtdan Uşağı qoyub deyir, yoxsa nə deyir? Deyirəm, adam biraz qabağa gələndən sonra elə kötürürlər adamın üstünə. Niyə elədir? İndi bu Fərhad, məsələn, fəhlə işləyirdi, baxın, əvvəli. Bax, fəhlə işləyirdi. Üzü gözü mazutun içində. Heç axtaran yox idi, heç maraqlanan yox idi ki, bu Fərhad hardadır, nə iş görür, kimə lazım idi. İndi Fərhad maşallah, indi biraz yavaş-yavaş dirçəlməyə çalışıb, biri oradan bir söz dedi, biri buradan bir söz deyir, biri xəbər göndərdi, biri indi də bir qız gəlib ki, bəs gəlsin yetimdə sahib çıxsın. Hə? Həftələrdən deyir, axtarıram, məndən qaçır, nə bilim, məndən... Vallahi nə bilim, məhətlə qalıram. Ailəli olmuşsan sən Fərhad? Aç, danış, qız gələcəm. Kimdir bu qız? Mən ailəli deyiləm ki, yaxın münasibətimiz olubdur belə. Oxumuşam, hansısa bir yerdə görübdür məni. Yəni səsimə xoş gəlibdir. Mənə qayıtdı, deyir ki, belə-belə. Bir dənə duet dedim, mən dedim ona. Dedim ki, bir dənə qısa mövzuda domen var. Buradan elə bizim dostumuz var, Ayxan. Ağzını dolaşmasın, mən buradayım, qorxma. Əvvəl bülbül kimi ötürdün, indi qorxdum cümlələri belə. Qəşəng səlis danış. Deyən ki, mən bu qadını tanımışam. Harada tanımışam? Mənə özü zəng elədi, məni gördü efirdə və yaxud da bilmirəm, harada, sosial şəbəkədə. Özü mənə yazdı, mən də ona cavab verdim, sonra biz görüşdük. Sonra nə oldu? Belə o, qoy başdan danışır. Başdan danış. Hər kəs salamlayıram mənə. Mən bir restoran kimi bir yerdə oxuyurdum. Bu xanım da ailəvi oturmuşdular. Nəsə mənim səsimdən xoş... Bu xanım ailəli oturmuşdu, əri də yanındaydı. Yox, yəni öz ətrafından bir yerdə oturmuşdular. Ailəli bir qohum ərləbaydı. Nəsə mən oxuyanda bunun səsimdən xoş gəldi. Mən də həmən müddətdə də biraz işləyirdim, vaxtım olmadı. Kimsə mənə aparmış, dedi bir oxu. Orada olan müddətdə mənim səsimdən xoş gəldi. Dedi ki, belə-belə. Bu özü də sənət sahibidir. Sənət sahibi yox, xoşu gəldi, oxumağıma xoş gəldi. Yəni, oxuyan deyil daha doğrusu. Mən ona dedim ki, dedi ki, nə köməkli eləsə, mən sənə kömək eləyərəm də. Bu qadın sizə dedi ki, nə kömək lazımdır, mən sənə eləyəcəm. Eləyərəm dedi, yəni... Qarşımda sən ona nə kömək eləməliydin? Mən ona belə bir söz dedim ki, yəni, oxumaq istəyərsinizsə də bir misra götürək, oxuyaq. Mən səndən studiyada oxuyaram. Buradan Ayxan Dəniz var, dostumuz. Mən başa düşmürəm, bir boğulan danışanı. Musiqin səsini alın. Ya bunun dili ağzı. Yəni mən belə danışım da, mən ona təhlif elədim ki, yəni bir misra, bir domen şəklində dostumuz Ayxan Dəniz var. Onu da salamlayıram, aranjemansıdır. O mənim dəfələrdən, yəni pulum olmayıb verməyə, bir ay gözləyibdir, 2 ay gözləyibdir, işdən bağlı da, işdən götürüb maaşımdan elə bir verirəm ona. O məni gözləyib başa düşübdür. Mən oğlana müraciət elədim, dedim, belə bir şey yarada bilərikmi? Bir nəqarətini yaradaram, dedi, problem deyil. Mən qızım özüm dedim ki, gəl gedək studiya. Bunu apardım, getdim, bir misrasını oxudum bununla. Tənazizə saldı. O mahnı elə oldu ki, mən onun bir parçasını paylaşdım TikTokda. Bu mahnı böyük trend oldu. Belə deyim də. Sonra mənim... Harada trend oldu? Hansı mahnı idi o? Ürəyim bilirsənmi nə istəyir? De görüm nə istəyir mahnısını. Onunla düet yazmışdım. Ürəyim bilirsən nə istəyir? Nəsə o mahnıyı elə oxudum. Onunla oxudum. Maraqlı alındı daha doğrusu. Nə istəyir? Yəni onu bir Elgiz müəllim. Mən Kimdir? Onu elə bir duet şəklində vurdum. O da ki, onlardan narazılıq oldu. Bu sizin tanışdığınız. Hanı bə qız? Gəlsin özü deyər. Qoy gəlsin. Xanım, buyurun, eşitirik sizi. Bu yetimə sizin iddialarınız nədir? Günel xanım. Ay Günel, mən səni tanıyıram. Hardansa bizim tanışdığımız yoxdur. Çox tanış gəlir mənə, hə? Onda nömrəni paylaşalım. Yox, mikrofon işləmir deyəsən. Yandakı mikrofonu ver. Hə. Yox, oxumaq üçün. Bunu verin də mən. Gəl. Buyur. Əvvəla bütün hamını salamlayıram. Mənim mahnı ilə bağlıdır.
Yox, mahnını qoyduq bir qırağa. Bəli. Mahnıdan sonra danışarıq. Siz müraciət eləmişsiniz ki, bu neçə vaxtı qaçıb gizlənir, neyi sizdən gizlənir? Üzünüzü niyə göstərmirsiniz? Kameraya baxın. Nə bilim valla özü qaçır. Mən heç nə demirəm axı. Özü qaçır. Nə Sizin, məsələdir amma sizin qeyri-rəsmi münasibətlər, ailə münasibətiniz olub? bəli, olubdu. Ha. İndi qeyri-rəsmi yoldaşı sayılır da, amma qeyri-rəsmi. Onu Bəs niyə vətəndaşın əlaqələrinizi müdaxilə rəsmiləşdirmədiniz? Əlaqələrimizi and bilmirəm. içində. Kimdir ortalıqda gəzən? Aha. Kimdir? Bu mahnı ilə əlaqədar mahnı oxuyandan Tamam, sonra. tamam. Demək bu Bəli. deyir ki, Üzr mən restorandaydım. Bəli. Siz də rəfiqələrinizlə gəlmişdiniz ora. Bəli, ailə Siz restoran. özünüz bu adamı çağırmısınız yanınıza. Özünüz onun Birlikdə telefon nömrəsini götürmüsünüz. Özünüz ona zəng eləmisiniz, düzdür? Bəli, düzdür. Nə məqsədlə ona zəng edirdiniz ki? Nə məqsəddən xoşum gəldi. Müğənni idi. Yaxşı Bir bəy oxuyurdu. kimi o sizin Bəli, xoşunuza gəldi. bəli. Ay sağ olun. Aha. Münasibətim belə olub birinci. Sonradan Hə, mahnı Mahnı məsələsi əlavə. bahanə olub. bəli məhanə Nə oldu. yaxşı qız deyil misin boynunu alıb? Başqası olsa görsən ki, Adam Bunun öləcək. mahnı ilə Mən- əlaqədar. mən- bəli. Adam öləcək. yox, sən düzün bizdə danışır. Elgiz müəllim, mən Hə, dünyada ən böyük biclik düzgün olmaqdır. Hə, Elgiz müəllim, mən onunla yenə bayaq da dedim. Bizim münasibətimiz bir yaxın dost kimi belə bir xeyr. çox Dost münasibəti qız deyil ki, bizim bizim bilirəm, elə bilirsən münasibət hər şey efirdə danışmaq olmaz. Mən o Yox, onu biz deyirik də. Bir var ki, məsələn, ailə buna- tam başqa şeydir. Hə? Ailə tam başqa şeydir. Mən durum burada deyim evlənmişəm. Başa Belə düşdüm, elə- sən onu əvvəldən alası deyildin. Yox, yəni münasibətimiz çox yaxın oldu. Yəni bunu bu qədər uzadıb mən ailə yəni O sənə ailəni- dedi ki, mən səni alacağam. Belə Xeyr, söhbət elə söhbətə, yəni ailə söhbətini qoyaq kənara. Əsasda mənim mahnı ilə, mahnı ilə əlaqədardır. Mənim mahnımı həm trendə düşdü o mahnı. Trendə düşəndən sonra mənə həm sual verir ki, xanım, niyə dayandırdınız da? Nə oldu? Nə məsələdir? Aha. Mən də dedim ki, nəm dayanıb da bir müddət dayanıbdı. Mənim evdə ailəmdir, anam Sizin gil, uşağınız qardaş. falan var. Bəli, var. Neçə uşağınız 2 var? dənədir. 2 uşağınız var. Bəli. Ailəmdə münasibətlər biraz təxirə dayandı. Dedim ki, yəni biraz təxirə salaq. Hə. Bəlkə bir Demək yaxşı söz olar. söhbət oldu. Bəli, söz söhbət oldu ailəmizdə. İctimailəşdirmədə dayandır. Duetinizi. Bəli, dueti istəmədilər. Bilirsən, Mən də Məclis dedim ki, müəllim. bir müddət dayan. Hə. Bir müddət dayan, bəlkə indi evdə də söz söhbət ola bilər. Bəlkə bir yaxşı olar. Hə. Yaxşılaşarlar, söz söhbətimiz qutarar, bəlkə oxuyarıq da bir yerdə. Bax xanım, Sonradan bax siz özünüz mənim- deyirsiniz ki, Məqsəd özünü reklam eləmək. yo. Reklama Yo, ehtiyac yox. Necmə xanım, yox. Reklama Elə ehtiyac olmaz. yox. Yoxdur başqa yönü. Yo. Reklama ehtiyac sağ- yox. Siz Açılın. özünüz reklama çıxmısınız. Necmə xanım, Mənim o özü biz reklama necə ehtiyacım oldu? Bu yox. adam istəyirdi ki, kənarda. Yox, adam başında Allah var. Gələk düz danışaq. O müraciət eləyib, deyib ki, bizi görüşdürün, amma mən efirə çıxmaq istəmirəm. Biz oturaq, biz öz aramızda məsələlərə aydınlıq gətirək ki, bu niyə qaçır? Bu deyir, sizin efirə çıxandan sonra Elgiz müəllim məni tanımaq istəmir. Məndən qaçır, mənim zəhərlərimə cavab İndi qaçır vermir. yəqin istəmir də sizin Amma ailə efirlə kimi yaşamağı. istəmirdi. Sonra Sizin yəqin son başqa fikriniz anda- var. O da istəmir də sizin ailə kimi yaşamağı. Siz 2 uşağın İstəmirdi, anasısınız. Mikrofonu. Əvvəlcə nəsə olub aranızda onu siz eləmisiniz. İstəmirdi, niyə Bilirsən, çıxarsınız? eşidirsən? Onu siz Bütün məcbur ictimailəşdirdi, Bir dənə hər üzr istəyirəm. Siz Bu onu nə? bütün el aləm Rusiyadan tutub Ay xanım xanım, bilir. Buyur. onu sən şantaj eləmə. Sən ona Niyə yaxınlaşmırsan. şantaj elə? O indi məni görürsən nəyə ki, şantaj artıq eləyəndə yaxşı bu olurdu? tanınır, Hamı sevilir. bildi məni, nə İndi yaxşı çıxmırsan olurdu? ki, mən də varam. Yox, Söhbət bundan gedir. Camaat hamı biləndən sonra niyə Oğluna günah məndə şantaj olur eləmə. ki? Məndə Sən günah özün reklama deyil. gəlmisən, bəs salam. Məndə günah Hər deyil. bir söz Reklama yoxdur. qalsa reklam eləyərdim. Xeyr, Mahnı reklama oxuyub da gəlmisən. qırağa qoyaq. Hə, qırağa qoyaq, indi gəlmisən ki, mən də varam, mən onun ailəsi olmuşam, mən ona yaxın olmuşam. Nə yaxşı mən Ayıb deyil. ictimailəşdirəndə mənim Qadın ailəm kimi yox özünə idi. hörmət Mənim qılmağı atamam bacardı. var idi. Onu. Ayıb deyil, özünə Ayıb niyə O olub 2 ki? uşağından ayıb Ayıb olub nə eləmişik ki? Şükür Allaha Biz hər o şeyimiz mahnı- öz yerindədir. O mahnı ilə Başqa bağlı söhbət deyirəm eləməyə Elgiz müəllim. ehtiyac Yəni yox, xahiş edirəm. o mahnı ilə bağlı deyəndə mən onu başqa qoy açın, icazə versəz mən danışaram. Onu bir dənə bu mənə dedi ki, belə müəllim sırf belə yəni adam unutmaz. Yəni mən onu da deyim sənə, mənim o tərbiyə sahibi deyiləm ki, kimsə mənə çörək verə, mən o çörəyi Bu unutam. qadın sənə çörək verir. Yox, bilirsən nə tərif, Çətin icazə günlərində ver. mən nə yaxşı yanındaydım. Bilirsən Bir nə dəfə tərif? kimsə deyən var onu. Mən üzr istəyirəm, sözünü kəsirəm sən. Birincisi adam elədiyini ictimailəşdirməz gəlib. Mən çaxmıram Onu- elədiyimi. Yox, Amma eləyirsən, adamın yox, çətin yox. günlərini Yəni, heç ən vaxt azından unutmaz. bizi də ən azından Biz də qadınıq, Yox, mənim də bilirəm, qadın qadın kimi qürurumla. hörmət qoyuram. Bizim yəni Mənim mən də qadın sənin o qürurumla. münasibətinə qarşı verdim ki, sənin problem yaranmasın, sizin ailə içində problem yaranmasın. Hətta mənə zəng gəlirdi ki, oxumasın, bu müğənni deyil. Mən bunu apardım studiyaya, aparanda o studiyaçı Ayxan Dəniz dediyim aranjmançı çox əziyyət çəkdi. Dedi, alınar da. Mən də daha doğrusu ağlıma gəlmədi. O anda
dəfələrlə zəng gəldi Qorxmaz müəllim. Mən dəfələrlə zəng gəldi bunlar tərəfdən. Zəng gəldi ki, bu mahnıyı sildirməlisən, bu mahnıyı belə eləməlisən. Mənim də ki, kimə əlim çatır? Heç kimə əlim çatmır. Bir dənə Ülviyə var idi. Ülviyə İcazəsiz niyə YouTube'a Bir anda üzr buraxıldı? istəyirəm. Pulları verən mən idim müəllim. Pulları verən mən. Qıraqda duran mən dedim ki, sakitləşdim biraz. Oxuyarıq da davam eləyər. Mən onu demədim ki, yox. Yox sözünü demədim. Bilirsən, Elgiz müəllim. Pullarına ki mən ödəyəndən sonra kimsə gəlib Elgiz müəllim, Elgiz müəllim, mən o dediyim Ülviyə xanımman, mən çətin günlərində mən xanım Fərhad Siz əməkdaşlıq eləmisiniz, indi niyə qaçırsınız? fikrimi çatdırım da, bir axıra qədər fikrimi çatdırım. O həmən xanımı oxumadığına görə mən o xanıma dedim, Ülviyə xanım dostumuzdur o bizim. Məndən icazə almalı. O bizim dostumuzdur, ona dedim, onun da səsi çox şirin səsi var idi. Bizdə alındı. Səs var vaxtında oxuyardım. Ha burada artıq qısqanclıq yaranıb da. Yəni ki sən niyə başqa qadına gəlib düet ikinci bir oxuyursan? xanım oxuyur. Mən Ya qalmışam düeti qıraqda, oxudum, sən onda başqa lap qəşəng qadına düet alındı. oxuyursan. Qəşəng Söhbətin alındığına görə qısqanclıqdan açığı mən buna Sağ demədim. xətrini çox istəyirəm. Qızın da tərəfini saxlamıram. Ay atam, sən özün deyirsən. Sən lan, halın pis oldu. Hə, bu haçı. Yenə, Hə, hə. kişinin yenə təzyiqi qalxdı. Bu hər şey ürəyinə salır. Elgiz müəllim. Qulaq az, şeydir, nədir onun adı? Sən deyir ki, bu qız deyir, pulunu mən vermişəm, mahnının pulunu mən vermişəm. Sən bununla oxumazsın, ya bundan oxursan, ya heç kimdən. Mənim Elgiz İndi sən mahnı, bu yazıq qız indi mahnını ödəyib, pulunu ödəyib, hər şeyin pulunu. Sən onu başqa adamdan niyə oxursan? çəkən mən olmuşam Mən da, lazımdır ki, kimsə mənə zəng eləyə ki, bunların yaxından ki, o mahnıyı sildir, nə bilim, neynə. Mən sənə Mənim dedim ki, ən biraz azından o müddət boş- dayan. Dedim Müvəqqəti bir balaca gözlədim, dayan. onu gözləməyinə Gözləmirdin axı. Yox, Niyə gözləmə. gözləmədin? Məndən icazə aldın. Siz o İcazə almadın axı. bir İcazə dəqiqə almalıydın. bir-birimizi Ən gözləyək azından də. icazə almalıydın. icazə almalıydım, düzdür. Mənim həmən müddətdə Elgiz müəllim. Yaxşı, bu 3 ayda bu da indi efirəzdə çıxandan sonra maşallah, niyə bu qıza bir salam mələkimi eləmirsən? Elgiz müəllim, mənim o qədər problemlər işdən bağlı mənim başım açılmır. Vallahi Allahın olsun. Bax, ölənizə rəhmət. Xalam oradan rəhmətə getdi mənim. İstəyirəm. Niyə siz deyir xalım. mən icazə vermədim? Mənim deyirəm, Mən Yəni- mahnı oxuyanda o olmalıdır ki, elə sən mənim icazəm o Hər ondan halda sonra icazə oxumalısan. almalı, pulu Xanım, verən mən idim. vallahi siz Dar nə olsun momentində ki, mən durmuşdum eləmisən, yaxın. eləmisən, yenə Nə də yaxşı həmən indi döyəcək. qıraqda indi İndi siz hazır buna nə halvaya iştimal gəldilər. Başa çıxar bu kaşa. Mən- Bir dəqiqə, Mən- bir dəqiqə üzr istəyirəm. Siz indi getmək istəyirsiniz, yəni bir iş görmüsünüz. Siz getmək istəyirsən, bahanəsiz get, Bu bunun şey da var. mahnısıdırsa. mən yenə də Bir deyirəm, dəqiqə o mənə getmək pisliyi istəyirsiniz ki, getmək istəyirsinizsə, getmək istəyirsə, əvvəla bir başqa insan, bir başqa insan onun mahnısını oxuyursa, onun iznini almalıdır. Və ya onun xeyir duasını, halallığını almalıdır. Və ya indi getmək istəyirsinizsə, münasibətinizə aydınlıq gətirin. Yəni bu belədir, bu belədir, gedirsiniz. Bəs burada sən bu qaralırsınız, göyərirsiniz, nə bilim, həyəcana girirsiniz. Məsələ də gəlib bu yerə gəlib çıxıb. Bu məsələləri bilmirsinizsə, yəni indi təkcə qadının üstünə düşmən deyək ki, üzrünüzü Mən istəyin, üstünə düşmürəm ki, yollarınızı onun da mən ayırın. olduğunu danmıram ki, o mənə elədiyini danmır. Mənim yenə də Nə qədər pul münasibət- xərcləyib sənə Fərhad? İmam mahnıya falan. Özünə də pul verirdiniz onu. Hava xoş olsun. Ay Allah, nə Çərəz rəzallığa yedirməz. gedir. Hava xoş olsun. Heç onu deməyə düzgün eləmirsiniz axı heç. Oğlan niyə göstərmirsiniz? Başa düşdüm. Üzr istəyirəm. Mən bir söz deyim. Mahnının aranjmanı da bütün xərcləri siz çəkmisiniz, düzdür? Hə. Ayso, indi bu qardaş siz icazəsiz başqa adamla oxuyub, eləmi deyirsiniz? Yedemədi. Bilməyənlər var, başa salıram ki, belə olur. Demir Mənim ki, çətinliklərim də Sən olur. eləyərsən deməzsən. Başqa qızla oxuyub, Icazə eləmi? almadı. Hədə Fərhad, qısqanclıq olub, bu da indicə qısqanclıq reallıqdır. olub. Bax, sən mənim əzizimsən, qardaşımsan. Onu düz eləməmisən. Hər şeydə halalıq yaxşı. Bax, heç bu xanım olmasın. Angelik olsun. Kim olur olsun. Sənə bu mahnını, bu adam bütün raskotlarını, xərclərini çəkirsə də və proyektdə də var ki, sən bunu mənlə oxuyasan. Bu nöqtə qoyulub sən sonra gedib başqa adamla oxuyursansa da heç bu xanım olmasın, kim olursa sən ondan icazə almalıydın. Bu bir. Qaldı ki, Əziz xanım. Adınız nə oldu? Günel xanım. Gözəl xanımsınız, gözəl xanımsınız. Amma nə eləmisinizsə, birinci onu eləməzdiniz. Əgər eləmisinizsə də, qoy ürəyinizdə qalsın. Yəni, Yox, adam adama yaxşı verib, milyonların xərcləyib sonra dilləndirir. Bir dənə siqaret almanın dilinə gətirir bu adam. Aranızda nə olub, dostluq olub, mahnı olub, sonra sevgi olub, aşk olub, Hə, nə olub, o öz aranızda. Yəni onu qoyaq bir qırağa. Yenə deyirəm, bax görsən mən reallığı deyən adamım. Sizdən icazə almalıydı Fərhad. Bütün xərcləri sən çəkmisənsə də, bu proyekt sənlə olmalıydısa, sonra gedir başqa adamla olursa da, onu Fərhad düz eləməz. Belə yaxşı, mənə sual verirlər ki, yaxşı, sən o mahnını oxudun, niyə davam eləmədin?
Mən də dedim hər şeyin öz vaxtı var da, öz yerində. Yəqin ki oxuyarıq inşallah. Yox, mən demək istəyirəm, Xanım, yaxın demək istəyirəm ki, bir münasibəti də dəqiqə. o Xanımın adı məsələdə özü nədir? ürəklə eləmisiz də. İndi o Bir, yox, eləmişsən böyüklüyü. bir dəqiqə üzr istəyirəm. Ümumiyyətlə, bu camiyədə və bir çox... Niyə Onlar qıraqda gəlirsən qalıram ki? ki? Niyə qıraqda O qalmalıyam? düzgün Bir eləmişsiniz dəqiqə, axı bir siz. Qıraqda niyə qalmalıyam? Ümumiyyətlə, belə bu camiyədə, Bir danışaq bir necə? dəqiqə, Necə görək? bu camiyədə belə kişi xeylaqları var ki, sənətə gəlmək üçün neçə-neçə xanıma müraciət ediblər, ona mahnı verib, nə bilim, əlindən tutub indi sənətə gətirib. Necə? Sən də Mən nakör çörəyi yeməmişəm ki, nakör olam. necə? Mən nakör O insan söz deyiləm. sənə aid deyil. Mən ona dediyi əməl etdiyi haqqları danmaram. Adamın Allahı var. Hə, də Mən indi bir- elliyibdi onu. Hə. Bax elə bir vaxtlarım olub ki, bunu mənə elliyibdi. Əlimi tutubdu. Mənim yəni yaxın olub, münasibətimiz çox yaxın olub. Mən bilməzdim ki, bu qədər böyüyə gələ çıxa bu qədər. İndi Niyə bir qaçırsan xanımla? Bir qaçmıram mən. Dedim axı. Başqa mən xanımla gedib oxumusan. üzr istəyirəm. Onu iki yönə deyirəm. Bir dənə deyim. Allah ölənizə rəhmət eləsin. Xalam rəhmətə getdi. Ondan sonra bibim biraz o sizin iştirakçınız idi vilayət məmur. Gəlmanov. Ona nə oldu? Hə, onun anası ağrıdı, infarkt keçirdi. Biraz indi can üstədir. Başım ona da qarışdı. Mən həm də dəmir zavodda işləyirəm. Başım oradan bir telefona baxmağa mənim vaxtım yox idi. And ola Allaha ki, telefona baxmağa mənim belə vaxtım yox. Sadəcə sən tanındın, sən sevildin, Ergiz müəllimin verişini tanıdın. O adam gəlibdi ki, bəli, sən Ülker, tanımırsan, sən nə mən fikirləşirsən? danışam qıraqda. Günel xanım, ilk öncə sizi və İlgiz bəy tamaşaçıları salamlayıram. Xanımın bura gəlməkdə məqsəd nədir? ARB televiziyası Elgiz bəy başda olmaqla dəstək olub, xanım gündəmə gəlmək istəyir. Siz o bəzi ifaçılar Xanıma kimi... gündəmə ehtiyac Xanım, yoxdur. bir dəqiqədə qoy Var da. sözümü deyim, Xanıma xahiş edirəm. gündəmə ehtiyac yoxdur. Xanım, bəzi müğənniciklər kimi Onsuz siz da də sənətinizdən yox, şəxsi münasibətinizdən tanınmaq istəyirsiniz. Sizin məhəbbətiniz ona bilməyənlər deyil olsaydı, bilməlidir. siz Nəyə ona xanım mənim etdiyiniz üstümə yaxşılığı düşə unut... bilər? Mən də Bir başa dəqiqədə salmalıyım xahiş ki, edirəm. belədir. Siz ona elədiyiniz yaxşılığı onun xırdaçılıqdır. başına vurmazsınız. Onu siz Onda eləməli Fərhad da deyildiniz. qayıdıb sizə desin ki, siz belə yaxşı xanım idinizsə, mənim süfrəmə yaxınlaşıb nömrə götürməzdiniz. Xahiş edirəm onu da nəzərə alın. Yanında durmuşam mən ona. Kasıb olmaq eyib deyil. O demək deyil ki, siz kasıb Danmıram da, bu etməyiniz dəstəyinizi deyil. danmıram. Xanım, siz Bugünkü qürurdan danışırsınız. pis İlk öncə momentində qüruru yaxın bir yanında özünüzə olardılar. Yenə də bir mən ləkə kimi yox, bir şərəf kimi danışdırardınız. özünüzü. Həm yəni ki, mən eşitdim.